Ancaq imtihan olunmağa gəlmişik. Hər şeyə bu şəkildə baxmalısan. Dost, ətraf, övlad, həyat yoldaşı, ata, ana, hamısı imtihan vasitələridir. Bunlarla necə rəftar edəcəyik? Birinə filan qədər sərvət, birinə filan qədər, birinə verir, birindən alır. Sizə ki, ruzu gəlir, ha? Göylərdə bilsinirlər, göylərdə uzun sözü var, gətirirlər, bax, üz cizgilər var. Görək, neyinir? Elə ki, sən gözün bərəldi, ürəyin sevindi, qiyamətdə o səhnəni göstərəcək, iki kişisən, gör nə günə düşdün sən, 5 manat səni bu bala saldı. Üzünün ifadəsinə bax. Onu verəndə əsas fokuslanırlar, sənin reaksiyalar var, içindəki hallar var və sənə qiyməti onunla verirlər. Ona görə də sənə o sərvət gələndə sən də ona fokuslan ki, yaxşıdır, iki kişisən, özü yüngül aparma. Bu gələcək, gedəcək, neymətdir, sevin, nə üçün sevin? Əlavə Allaha yaxınlaşmaq imkanı qazanmışsan. Valla bundan başqa bir şey deyil, valla. Bundan başqa bir şey deyil.